30 yanvar günlük bürclər. Qoç. Bugün özünü həm enerjili, həm də qərarlı hiss edirsən. Günün əvvəlində başlayacaq motivasiya axını sənə uzun müddətdir təxirə saldığın işləri görmək üçün əla fürsət verəcək. Sanki beynindəki duman çəkilir və nə etməli olduğunu daha aydın görürsən. İş sahəsində bir görüş, qısa bir mesaj və ya gözlənilməz fikir günün istiqamətini dəyişdirə bilər. Ətrafındakı insanlarla ünsiyyət daha açıq və səmimi olur. Kiminsə sənə olan ehtiyacı, kiminsə verdiyi bir söz və ya müsbət yanaşması sənin enerjini daha da artıracaq. Maddi sahədə də kiçik bir rahatlıq gətirən xəbər gəlməsi mümkündür. Günün ortalarında içində biraz təlaş ola bilər, amma bu əslində yenilənmə enerjisinin nəticəsidir. Heç bir şeydən qorxma, bugün atacağın addımlar uzun müddətli qazanc gətirəcək. Axşam isə bir nəfəs alıb sakitləşmək istəyirsən. Enerjin yüksəkdir, amma yüngül istirahət günün yekununu gözəlləşdirəcək. Buğa. Bugün sabitlik, rahatlıq və özünü toparlama enerjisi üstünlük təşkil edir. Sən bugün daha real düşünür, atacağın addımları ölçüb biçərək irəliləyirsən. Maliyyə və ya şəxsi həyatla bağlı bir məsələni həll etmək üçün doğru gündür. Uzun müddətdir içində saxladığın bir narahatlıq varsa, bugün aydınlaşma gətirə bilər. Günün ortasında yaxın birindən gələn bir dəstək, səmimi söz və ya kiçik jest ruhunu sevindirəcək. Özünə qayğı göstərmək üçün də çox gözəl zamandır. Bəlkə biraz musiqi, biraz sakitlik və ya özünlə tək qalaraq düşünmək istəyə bilərsən. Bugün sənə yavaş, amma doğru addım enerjisi verir və sən bundan maksimum yararlanırsan. Axşam saatlarında içində bir rahatlıq hissi yaranacaq, sanki nəyi necə etmək lazım olduğunu daha dəqiq bilirsən. Əkizlər. Bugün informasiya və ünsiyyət enerjisi çox yüksəkdir. Fikirlər sürətlə gəlir, planlar dəyişir, insanlar səndən nəsə gözləyir, amma sən bunu idarə edə bilirsən. İşində yeni fikir, yaradıcılıq impulsu və ya kiminləsə aparacağın qısa danışıq sənə kompas rolunu oynaya bilər. Bugün sözlərin daha təsirlidir, ona görə diqqətlə seçdiyin hər cümlə müsbət nəticə gətirəcək. Sosial həyat aktiv ola bilər, bir dostdan gələn xəbər və ya təklif gününü daha rəngli edə bilər. Günün ortasında hiss edə bilərsən ki, beynin yorulmağa başlayır. Bu normaldır, çünki çox şey düşünürsən. Ona görə günün sonunda özünə kiçik bir fasilə vermək, düşüncələri sakitləşdirmək yaxşı təsir göstərəcək. Bugünün enerjisi sənə həm temp, həm də irəliləyiş gətirir. Xərçəng. Bugün emosiyalar daha yumşaq, duyğular isə daha aydındır. Hiss etdiklərini ifadə etmək, kiminləsə səmimi danışmaq və ya ailə ilə əlaqələri gücləndirmək üçün çox gözəl gündür. Günün ilk yarısında ev və ya şəxsi həyatda kiçik bir dəyişiklik etmək istəyə bilərsən, bu emosional rahatlıq gətirəcək. Maddi sahədə də gözlənilmədən gələn bir məlumat sevindirici ola bilər. Axşama doğru bir nostalji hissi və ya keçmişlə bağlı bir xatırlatma səni daha duyğusal edə bilər, amma bu narahatlıq yox, rahatladıcı bir hiss yaradır. Ətrafındakı insanlar bugün sənin içindəki sakit enerjini hiss edir. Bugün həyat sənə yumşaq addımlarla irəlilə mesajı verir və sən bunu çox gözəl şəkildə edirsən. Şir. Bugün parlaq enerjin özünü daha açıq şəkildə göstərir. İş sahəsində diqqət çəkə, şəxsi həyatda isə lider kimi davranmağa meyilli ola bilərsən. Günün ilk yarısında aldığın bir fikir, bir layihə və ya bir insanla etdiyin qısa danışıq motivasiyanı artıracaq. Bugün həm irəliləyiş, həm də özünü göstərmək üçün əla gündür. Maddi və işlə bağlı gözlənilməz bir şans qazana bilərsən. Günün ortasında kiçik bir həyəcan və ya təlaş olsa da, tezliklə hər şey yoluna düşəcək. Axşam isə daha sakit, daha düşüncəli bir enerji gəlir. Həyatına ciddi təsir edəcək bir qərarın başlanğıc nöqtəsi kimi də bugünü xatırlaya bilərsən. Qız. Bugün sistemliliyin və analitik düşüncən yüksəkdir. Həm ev, həm iş, həm şəxsi planlar üçün mükəmməl gündür. Qarışıq bir mövzu varsa, bugün onu həll etmək üçün doğru zamandır. Maddi sahədə kiçik bir rahatlıq və ya gözlənilməz məlumat alma ehtimalın var, günün ortasında bəlkə də uzun müddətdir düşündüyün bir məsələyə aydınlıq gələcək.
Bugün həm praktiki, həm də emosional olaraq özünü daha güclü hiss edirsən. Axşam saatlarında özünə biraz sakitlik, biraz istirahət vermək ən yaxşısı olacaq. Çünki gün enerjisi çox məhsuldardır və bu sonda yorğunluq yarada bilər. Özünə hörmətin artır, bu da bütün addımlarına yansıyır. Tərəzi. Bugün balans və harmoniya axtarışın daha da güclənir. İnsanlarla ünsiyyətdə daha səmimi, daha anlayışlı olursan. Günün ilk yarısında münasibətlər sahəsində gözlənilməz, amma müsbət bir xəbər və ya söhbət ola bilər. İş mühitində də yumşaq, lakin təsirli enerji daşıyırsan. Bugün emosional olaraq daha stabil olduğun üçün verdiyin qərarlar daha sağlam olacaq. Maddi sahədə kiçik irəliləyiş mümkündür. Günün sonunda isə özünü sanki yüngülləşmiş kimi hiss edəcəksən, içində bir rahatlıq və məmnunluq yaranacaq. Bugün sənə balanslı və harmonik enerji bəxş edir. Əqrəb. Bugün intuisiya və dərin düşüncə güclü şəkildə işləyir. Uzun müddətdir səni narahat edən bir mövzu varsa, bugün onunla bağlı aydınlıq gələ bilər. Maddi və iş sahəsində səni sevindirəcək bir məlumat alma ehtimalın yüksəkdir. Günün ortasında diqqətini tələb edən bir məsələ ortaya çıxa bilər, amma sənin təmkinli davranışın hər şeyi idarə edəcək. Ətrafındakı insanlar sənə güvənir və bugün bu güvənin artdığını hiss edə bilərsən. Axşam saatlarında isə emosional olaraq rahatlıq, yüngüllük və daxili sakitlik gəlir. Bugün həm güclü, həm də sakit qərar günüdür. Ox atan. Bugün aktiv, dinamik və motivasiya dolu keçir. Yeni ideyalar, planlar və kiçik də olsa dəyişikliklər etmək üçün çox yaxşı gündür. Səhər saatlarında aldığın bir fikir bütün gününü yoluna qoyacaq. Sosial həyat da aktiv ola bilər, yeni insanlar, yeni söhbətlər və ya kiçik görüşlər günün enerjisini artıracaq. Günün ortasında bir mövzuda aydınlıq gəlməsi səni sevindirə bilər. Axşam saatlarında isə biraz özünə yönəlmək istəyəcəksən. Bugün həyat sənə irəliyə doğru bir hərəkət imkanı verir. Oğlaq. Bugün iş, məsuliyyət və planlama enerjisi üstünlük təşkil edir. İş sahəsində irəliləyiş ola bilər, ya kiçik bir xəbər, ya da sənə yol göstərəcək bir işarə. Günün ilk yarısında işgüzar enerjin daha güclüdür və verdiyin qərarlar da dəqiq olur. Maddi sahədə rahatlıq gətirən bir vəziyyət meydana çıxa bilər. Günün ortasında özünü dərin düşüncələrdə tapa bilərsən, bu gələcək planlarını yenidən qiymətləndirməyin üçün əladır. Axşam isə daha sakit, daha stabil və daha rahat enerji gəlir. Bugün səbr və dizayn enerjisi səninlədir. Dolça. Bugün yaradıcılıq enerjin yüksəkdir və beynin qeyri-adi ideyalarla dolur. İş və şəxsi həyat sahəsində yeni bir başlanğıc ideyası yarana bilər. Günün ilk yarısında sosial mühit aktiv ola bilər, bir görüş, mesaj və ya gözlənilməz xəbər səni sevindirə bilər. Maddi sahədə də yüngül rahatlıq mümkündür. Günün ortasında özünü çox düşünən, analiz edən halda tapa bilərsən, bugün bunun üçün də uyğundur. Axşam isə sakitlik, rahatlama və daxili sükunət gəlir. Bugün həm yenilik, həm də rahat enerji bəxş edir. Balıqlar. Bugün duyğusal və sezgisel enerjin yüksəkdir. İçindəki səs çox aydın danışır və yolunu daha rahat tapmağına kömək edir. Günün ilk yarısında aldığın bir xəbər və ya mesaj səni sevindirə bilər. Yaradıcılıq sahəsində məşğulsansa, bugün çox məhsuldar ola bilər. Ətrafındakı insanlar sənin yumşaq enerjindən ilham alır və səninlə daha yaxın ünsiyyət qururlar. Günün ortasında kiçik bir aydınlanma və ya tapdım hissi yaşaya bilərsən. Axşam saatlarında isə sakitlik, rahatlıq və yüngüllük gəlir. Bugün sənə həm emosional, həm də intuisiya gücü verir.